Salam aleykum. 2NO üstə gəl oksigen əmələ gəlir. 2NO2, NO yazıram, oksigen yazıram, NO2 yazıram, başlanğıc, sərf və taradlıq yazıram. Bu 2x-dır, bu x-dır. Bu da sağda durduğuna görə başlanğıcı və sərfi yoxdur. Bunların qarşısına naməlum bir işarə yazıb əmsalına vururam. Solda duran əmsalı qədər sərf olur. Qaldı burada 2x çıxılsın 2n. Bu əmsalı qədər sərf olur, qaldı x minus n, bu da əmsalı qədər alınacaqdır və alınan qaz qarşılığı 184'dür, NO 30'dur, 2x minus 2n'ə vuranda 60x çıx 60n, oksigen 32'dir, x minus n'ə vuranda 32x çıx 32n, NO2 də 46'dır, 2n'ə vuranda 92n, bu da buradan 184 eləyir. 60n, 32n, bunlar mənfi 92n edir. Bu 92 ilə ixtisar getdi. 60 ilə da 32 eləyir 92. X bərabərdir 184 və 184'ü də 92'ye böləndə x buradan 2'ye bərabər olacaq. Biz x'i 2 tapdıq. Deməli, bu x'in cavabı 2'dir. Burada yerinə yazırıq. Bu olur deməli artıq 4 minus 2n, yəni x'in yerinə 2 yazanda bu 2 çıx n, bu isə deməli 2n olacaqdır. İndi burada deyir ki NO2'nin mol payı 40%, 0,4 bərabər. Yuxarıda NO-nu yazıram, NO2'ni yazıram 2n. Aşağıda bunların cəmi 4 ilə 2 eləyir 6, mənfi 2 ilə 2n getdi, ixtisar qaldı mənfi n. 2n deməli 0,4'e böləndə burada eləyir 5n. Və buradan deməli 5n bərabərdir 6 minus n, 6n bərabərdir 6n də buradan 1'ə bərabər. NO2 də ki bizdə sonda 2n idi, n də biz 1 tapmışıq, 2 vur 1 bərabərdir 2. Bu da deməli 2 vurulsun 46, deməli 92 qram edəcək.